Olmayan Məhərrəm səfər ayı çıxa biz də deyək ki, ağa yenə gəlmişdi, bu il yenə də yox dedim. Yenə karvan gəldi, getdi, mən karvanda deyiləm. Mən sadəcə küfəllər kimi ağladım ancaq. Küfəllər də ağlayırdı axı. İmam Hüseynə ağlamaq hünər deyil, Ömər Səd Aşura günü İmam Hüseynə ağlayırdı, qatillərindən biri. Allah şahiddir, and olsun Allaha, mən bu sözləri sizi burada kövrəltmək üçün danışmıram. Ki məclisə, amma elə kövrəlməyin də yeri var, burada ağlamağın da yeri var. Mən bu söhbətlərim bundan ötürüdür ki, növbəti fürsət əldən gedir, təhlilə vaxt qalmayıb, şərait qalmayıb. Amma bəziləri də eşitdilər, axırda qoşuldular. Şimrə deyir ki, görürsən vəziyyətimi deyir. Bədəni oxların əlindən öz görsənmir. Yəni o qədər nizə ox var İmam Hüseynin bədənində. Tarix elə yazır ha, tarix elə yazır. Deyir ki, bədən görünmürdü, oxdan təpə düzəlmişdi. Onun altındaydı. Bədəndən yaralardan qan axır, taqət yox, göz qaralıb, dil söz tutmur. Allah, bu imam kimdir? Düşmən görür, qadınlara hücum eləyir, uşaqların ağlamaq səsi gəlir, bu mənzərəni təsəvvür eləyir. Belə bir vəziyyətdə gəlir Şimr axırıncı işi görməyə, gör nəyin dərdindədir. Baxır, deyir ki, tanırsan məni? Ya Əbu Abdullah, əl çək bundan. Bu Şimrdir, Şimr ibn Zilcövşəndir. Əl çək bundan. Deyir, görürsən vəziyyətimi də mən gedəsiyəm də, mənim qalmaq. Sən mənə izin eləməsən də mən yaralardan da mənim sağalmaq yolum yoxdur. Deyir, and olsun Allaha ki, mən Hüseyn ibn Əli sənə deyirəm. İndi tövbə eləyib qayıtsan, mən səni bağışlayıram ha, bağışlanırsan. Gör, haracan şans verir. Deyir, burada tövbə eləyib qayıtsan, mən zəmanət verirəm ki, sən cənnətliysən. Şimrə deyir.